Paşinyan hökuməti Ermənistanın yeni konstitusiyası üzərində işləyir. Lakin baş nazirin bu istəyinə qarşı çıxanlar da az deyil. Bunlar kimdir? Rəsmi Kremlin xüsusi iş adamı kimi tanınan Samvel Karapetyan, siyasətə qarışmaq hüququ olmayan erməni keşişlər və Rusiyaya meyilli digər keçmiş siyasilər. Paşinyan adları çəkilən şəxsləri özü üçün təhlükə saymır və onlarla açıq müharibəyə başlayıb. Kim qalib gələcək? Bunu süjetdən cavab axtaracağıq. Ermənistanda yeni konstitusiyanın hazırlanması ilə bağlı işlərə başlanılıb. Baş nazir Nikol Paşinyan Ermənistanın mövcud reallıqlara uyğun yeni konstitusiyaya ehtiyacının olduğunu bildirib. O, hazırki konstitusiyanın real Ermənistan ideologiyasına zidd olduğunu qeyd edib. Paşinyanın bu müraciəti, bu fikri doğrudan da hazırda Ermənistanın düşdüyü çətin vəziyyəti əks etdirir. Onun özü bu dəyişikliyi daha əvvəl etməli idi. Amma necə deyərlər, heç olmamağındansa gec olması yaxşıdır. Anlayırıq ki, hazırda Ermənistanda Paşinyanın din xadimləri ilə, müxalifətlə və Rusiyalı biznesmen Samvel Karapetyanla münaqişələri var. Ermənistanda çətin vəziyyət hökm sürür. Lakin belə bir çətin dövrdə Paşinyanın bu addımı atmağa cəsarəti çatıb. Bu da təqdirə layiqdir. Yeni konstitusiya, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması və kommunikasiyaların açılması ilə bağlı müzakirələrin getdiyi vaxtda Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır. Xüsusilə Samvel Karapetyan və erməni keşişləri ətrafında baş verən gərginlik bu günlərdə də davam edir. Belə ki, Nikol Paşinyan ikinci Qaregini dövlət çevrilişinə dəstək verməkdə ittiham edib. Ermənistanın baş naziri sosial şəbəkə hesabında bildirib ki, əgər ikinci Qaregin Qazstanyan və Ajapahyanın həbsini qanunsuz hesab edirsə, deməli o adı çəkilən şəxslərin ideologiyasını və ölkədə hərbi çevriliş etmək, insanları küçələrdə güllələmək, xaos yaratmaq planlarını dəstəkləyir. Ona qarşı görünür həm kilsə nümayəndələri, həm siyasi qüvvələr, həm Qarabağ klanı və hətta Rusiyadan gələn milyonçu Karapetyan deməli təşkil olunmuş ssenari çərçivəsində Paşinyana qarşı müəyyən addımlar atmaq fikrində idilər. Parlament seçkiləri dövrüdür və deməli Paşinyan başa düşür ki, bunlar güclü bir rəqiblərdir və onu hər an devirə bilərlər. Ekspertlər deyir ki, Nikol Paşinyan real Ermənistan ideologiyasının həyata keçməsinə və konstitusiyanın dəyişməsinə mane ola biləcək qüvvələri, revanşist müxalifəti və kilsəni zəiflətmək istəyir. Bu məsələnin keşişlərin həbs olunduğu və Paşinyanın ikinci Qaregini ittiham etdiyi bir vaxtda yenidən gündəmə gəlməsi bu məqsədə xidmət edir. Ermənistan hakimiyyəti konstitusiyanı dəyişməklə nəinki Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, eyni zamanda Rusiyanın dəstəklədiyi revanşist müxalifətlə kilsəni neytrallaşdırmaq niyyətindədir.